Herkese salam. Bugün sizinlə tez bir zamanda, yəni bir dəfəyə qaynadaraq hazır edə biləcəyiniz çiyələk mürəbbəsinin necə hazırlandığını bölüşürəm. 2 kiloqram çiyələyi təmizləyib yuyub, kağız dəsmalının üzərinə yığıram ki, suyu çəkilsin. 1,8 kiloqram şəkər tozunun üzərinə 200 ml su əlavə edib, orta istilikdə əlimi dayandırmadan qarışdıraraq əridirəm. Şərbət qaynamağa başladıqdan sonra isə üzərinə çiyələkləri əlavə edib, gür istilikdə 25 dəqiqə bişirirəm və bişməzdən 5 dəqiqə öncə isə üzərinə bir xörək qaşığı limon şirəsi əlavə edirəm. Mürəbbənin bişmə müddəti çiyələklərin sulu olmasından və pildənin istiliyindən asılı olaraq fərqli ola bilər. Bişdikdən 5-10 dəqiqə sonra isə üzərindən kəpini kağız dəsmalla yığıb, mürəbbə tam soyuduqdan sonra isə bankalara yığıb ağzını bağlayıram.